Salam, xoş gördük. Mən Nüfər Həsənova. Deməli, mən bugün sizə 26 oktyabr 2025-ci il tarixində Güvənin keçirdiyi sınavdan, deməli, informatika fənni üzrə sualların izahını sizə təqdim edəcəm. Gəlin başlayaq. Deməli, deməli 61-ci suala baxırıq. Deməli, çıxış qurğuları verilmiş variantı seçin. Deməli, burada A bəndinə baxaq. Klaviatura və sican çıxış qurğusu deyil, giriş qurğusudur. Ona görə A bəndi cavabı olmayacaq. Daha sonra C bəndinə baxırıq. Proyektor çıxış qurğusudur, amma əzizdir, yaddaş qurğusudur. Ona görə bu da olmayacaq. Skaner daxil etmədir, kamerada daxil etmədir, E bəndi olmayacaq. Printer və monitor hər ikisi çıxış qurğusudur. Prosesor emal etmə qurğusudur, ona görə olmayacaq. Printer çıxış qurğusudur. Və burada qeyd edirəm çıxış qurğularını. Çıxış qurğuları printer, plotter, proyektor, monitor və səs ucaldan. 62-ci suala baxırıq. Deməli, 62-ci sualda ASCII standartında kodlaşdırılmış mətn faylının hər səhifəsində 32 sətr və hər sətrində 16 simvol var. Deməli, 32 sətr, 16 simvol və ASCII-də kodlaşdırılmışdırsa, ASCII-də bir simvol 1 baytdır. Mətn faylının həcmi, deməli, həcm 10 kilobaytdır. Fayldakı sətr sayını müəyyən edin. Deməli, bu, indi biz belə deyək də, deməli, bir səhifədə 32 sətirdir. Biz ümumiyyətlə səhifələrin sayını tapaq, ümumi olaraq. Və burada biz bilirsiniz də, mətn tipli məsələlərdə həzmi tapanda biz baytla tapırıq. Ona görə burada da 10 kilobayt verildiyinə görə, yəni burada ASCII sistemində verilib 1 bayt, düzdür. Ona görə biz bunu 10 kilobaytı bayta çevirməliyik. 1 kilobayt 1024, yəni 2 üstü 10-dursa, 10 kilobayt nə qədər olacaq? Onu vuracaq 2 üstü 10 bayta. Və tapaq, deməli, 10 vurulsun 2 üstü 10, bərabərdir 32 2 üstü 5-dir, 16 2 üstü 4-dür. Biz səhifə sayını tapacağıq da, səhifə sayını tapırıq, vurulsun x və ASCII-də kodlaşdırılmışdırsa 1 bayta vuracaq. X də bərabərdir 10 vurulsun 2 üstü 10, bölünsün 2 üstü 5, 2 üstü 4, əsaslar eynidir, üstlər toplanır, 2 üstü 9 olacaq, 2 üstü 10-la 2 üstü 9 da bölmə əməliyyatında əsaslar eynidir, üstlər çıxılır, burada 2 qalır, burada olur 20. Deməli, burada 20 səhifə var və bir səhifədə 32 sətirdirsə, 20 səhifədə də 20-ni vuracaq 32-yə, 640 sətir olacaq. Cavab A bəndi 62-ci sualda. 63-cü sualda FB 2 indeksində 16 deyil ki, deməli 16-lıq say sistemində verilmiş ədədin 8-lik say sistemində qarşılığı hansı ədəddir? Mən ümumiyyətlə say sistemləri dərsində kanalımda dərs izahı çəkmişəm, orada ətraflı məlumat vermişəm, burada birbaşa yazıram. Deməli, F bilirik ki, 8-4-2-1 qaydasına əsasən, deməli, 1-1-1-ə bərabərdir, yəni 1111. B-miz 1-0-1-1-dir. 2 isə 0-0-1-1 olacaq. Bu ikiliyə. Yəni, biz 16-lıq say sistemini 8-lik say sisteminə keçid etmək üçün ilk öncə ikilik say sisteminə çevirmə aparırıq. Daha sonra 8-lik say sisteminə çevirəcəyik. 8 də 2 üstü 3 olduğuna görə komitə yaddaşına 3 bit yer tutur. Ona görə axırdan əvvələ 3-3 ayırmalı olacağıq. Deməli, burada 3-3 ayıraq. Daha sonra 4-2-1 qaydasına əsasən, deməli, burada birincini yazıram. Onsuz da mən istəsəz əgər dərs izahında çəkmişəm də, ora girib kanalıma daxil olub baxa bilərsiniz. Deməli, burada 1 vurulsun 4, üzərinə 2 vurulsun 1, üzərinə 1 vurulsun 1. Yəni, bunun cavabı 7 olacaq. Daha sonra burada 0 varsa, artıq onsuz da 1-i 0-a vuranda 0 edəcək. 4 o da 2, 6 eləyəcək. Burada da 0 gedəcək. 4 o da 2, 6.
Burada da daha doğrusu burada 2,0,10 eləməlidir. Mən nəsə burada texniki səhv eləmişəm. Üzrlü sayın. Deməli 0,10. Burada da 2 olacaq. Deməli cavabımız olacaq 7662 8 idi. Yəni 8 idi. Yəni normalda 7 6 6 2 kimi oxunur da. Cavab olacaq B bəndi. 64-cü sual. 64-cü sual informasiyanın xassələri olan variantı seçin. A bəndində bu informasiyanın xassələri tamlıq, obyektivlik, etibarlılıq, anlaşılıq, aktuallıq. Bu onlar informasiyanın xassələridir. Amma burada A bəndinə baxaq. Diskretli alqoritmin xassəsidir. Alilik deyilən bir xassə yoxdur informasiyanın xassələrinə aid. Aktuallıq amma informasiyanın xassəsidir. İkillik, müasirlik yoxdur. E bəndi də getdi. Obyektivlik, nəticəvlik. Nəticəvlik, baxın, alqoritmin xassəsidir, amma obyektivlik informasiyanın xassəsidir. D bəndi isə hər ikisi informasiyanın xassəsidir, yəni etibarlıq, anlaşıqlıq. Deməli, cavab olacaq D bəndi. 65-ci sualın izahına baxıram. Deməli, 65. Deməli, 32 səhifəmiz var, 32 səhifə. Deyil ki, cüt səhifələrində monoxrom. Deməli, 32 səhifənin 16-sı cütdür. Deməli, 16-sı cütdür. 16-sı da təkdir. Deyil ki, cüt səhifələrin hər birində monoxrom, yəni ağ-qara, burada da rəng dərinliyi 1 bitə bərabərdir. Vurulsun 1 bit və 512, vurulsun 512 ölçüdə təsvir verilib. Deməli, bunu tapacağıq. Bunu kilobayta çevirək. Çünki cavablarda görürsünüz də variantlarda kilobayt verilib. Deməli, 16 2 üstü 4. 512 2 üstü 9'dur. 512 2 üstü 9. 2'nin qüvvətinə 9. Bölünsün. Yəni, biz bitdən kilobayta keçmək üçün 2 üstü 13'ə bölməli olacağıq. Deməli, burada da əsaslar eynidir. Vurma əməliyyatında üstlər toplanır. 9 o da 9, 18. 18 o da 4 eləyəcək 22. Burada da eləyəcək 2 üstü 13. Aha. Deyə gözlük istəyirəm. Deməli, və burada da bilirsiniz də, yəni adi riyaziyyatdakı qaydaya əsasən. Deməli, burada əsaslar eynidir. Üstlər çıxılır bölmə əməliyyatında. Ona görə burada cavabımız olacaq 2 üstü 9, o da bərabərdir 512. Deməli, kilobayt olacaq burada. Və burada deyir tək səhifələrə baxırıq. 3-ə bölünən tək səhifələrin hər birində deməli 3-ə bölünən deyil. Deməli bizim tək səhifələrimiz 16 ədəddir. Amma onun içindən 3-ə bölünənlər hansılardır? 3-ün özü 9, 15, 21, 27. Deməli 5 dənəsi 3-ə tam bölünür. Deməli 5 və ASCII sistemdə bir simvol 1 baytdır. 2048 simvolluqdur. Və burada da biz kilobayta çevirməliyik. Yəni baytdan kilobayta keçmək üçün 2 üstü 10'a bölməli olacağıq. 2048 də 2 üstü 11 deməkdir. Burada deməli 2 dəfə ixtisar olunacaq. Deməli burada 5 dəfə 2 10 kilobayt olacaq. Və cəmi nə qədər olacaq? Deməli 512 üzərinə 10'u əlavə edirik. Cavabımız olacaq 522 kilobayt etmiş olacaq. Cavab A bəndi. Sonra 66-cı suala keçid alaq. Deməli burada 66'nı burada yazıram. Deməli 4096 kilobit üzərinə 1024 kilobayt. Bax görürsünüz variantları. Hamısı kilobaytlandır. Biz hamısını gərək kilobayta çevirək. 4096'nı baxın kilobitdən bayta çevirmək üçün, daha çox kilobayta çevirmək üçün 8'ə böləcəyik. 1024 kilobayt deməli çevirmək üçün deməli 1 bay, daha doğrusu elə 1024 qalır, elə kilobaytdadır. Bunu dəymirik. Daha doğrusu bunu nəzərdə tutmuşam. 1024 bayt 1 kilobayt deməkdir. Deməli burada 1 kilobayt yazacağım. 4096'ını da
Deməli 8-ə böləndə olacaq deməli 512 kilobayt. Deməli belə 512. İndi bunları toplayaq. Deməli 512 üstünə 1024 üzərinə də 1 əlavə edəndə 1500 deməli 37 kilobayt olacaq. Cavab C bəndi. Sonra 67-ci sualda deməli xidməti klaviş deyil. Baxın, shift xidmətidir. Escape xidməti, yəni imtina etmə, numlock xidməti klavişdir, control xidməti klavişdir. Amma page up kursun idarə olunması klavişləridir. Ümumiyyətlə kursun idarə olunması klavişləri ox işarələridir. Bir də page up, page down və home və end. Bunlar kursorun idarə olunması klavişləridir. Sonra 68-ci sualda deməli RGB standartında verilmiş. Deməli 255 0 kodunun rəngini müəyyən edin. Və biz bu rəngi müəyyənləşdirmək üçün bilirsiniz də, mən ümumiyyətlə bunlar haqqında ətraflı dərslər çəkmişəm kompüter qrafikasına aid. Deməli burada SMY K-da, yəni K onsuz da black-in, yəni qaranın K-sıdır, ona görə onu yazmırıq. Burada biz tutaq ki sıyanı tapmaq istəyirik, düzdür? Onu minimum götürəcək, qalanlarını maksimum. Burada da baxın, S-ni maksimum götürüb, magentanı maksimum, amma yellow-u 0 götürülmüşdür. Ona görə bunun cavabı olacaq sarı rəng, cavab olacaq C bəndi. Bunlar haqqında ətraflı mən dərs izahları çəkmişəm, baxarsınız. Sonra deməli 69-cu suala baxırıq. Deməli baxın, biz eni 90 cm, uzunluğu üzr istəyirəm, uzunluğu 120 cm olan divara ən böyük hansı ölçülü monitorləşdirmə olar? Bilirsiniz ki, biz televizor alanda, monitor alanda biz belə deyək də divara uyğun alırıq da, düzdür? Deməli burada santimetrdən verilir. Biz bunun diaqnalını tapmalıyıq. Ümumiyyətlə monitorun ölçüsü diaqnala əsasən götürülür. Diaqnalda düymlə ölçülür. Bir düym da bilirsiniz də 2,54 santimetrdir. Biz əvvəlcə buranı tapaq, diaqnalı tapaq. Deməli burada x bərabərdir kök altında 90-ın kvadratı üzərinə 120-nin kvadratı gəlmiş olacaq. Buradan da 90-ın kvadratı 8100, 120-nin kvadratı 14400 edəcək. Bunları topladıqda, deməli kök altında deməli 22500 edəcək və buradan da kök 150 cm çıxacaq. 150-ni də biz deməli düymə çevirməliyik. Ona görə 2,54-ə bölmüş olacağıq. Və buradan da 59 tam, yəni neçəsə alırıq, düzdür? Ona görə biz tam hissəni götürəcəyik. Ya 59-dan sonra 9-da gəlsə, yəni yuvarlaşdırma aparmayacağıq. Cavab olacaq 59 düym. Deməli cavab olacaq B bəndi. Sonra 70-ci sual. Onluq say sistemində verilmiş 8-in kubu çıxılsın 4-ün kvadrat ifadəsini, baxın bu onluqdadır. Deyil ikilik say sisteminə çevirsək, deməli neçə ədəd 1 alınar? Gəlin yazaq. 8-in kubu 8 2 üstü 3-dür. Bunu da üzərində 3 yazıram. Çıxılsın 2-ni 2 dəfə 2 4, yəni 4 2 üstü 2-dir. Onun da üzərində 2 var. 2 dəfə 2 4 eləyir. Bərabərdir. 2 üstü 9, çıxılsın 2 üstü 4. Deməli 1 dalınca 9 dənə 0. 4-dən 1 dalınca 4 dənə 0. İndi isə baxın. Bu ikili say sistemi düzdür. Mən buradan 1 2 götürürəm, düzdür? Deməli bunlar olacaq 1, bu da olacaq 2, bu olacaq 0. 2-dən 1 çıxanda 1, burada 1, burada 1, burada da 1, burada da 1. Deməli cavabımız olacaq B bəndi. Deməli 5 dənə nə var? 1 vardır. Sonra 71-ci sualın izahını verirəm. Deməli qeydiyyat üçün hər bir istifadəçiyə 10 simvollu, baxın 10 simvollu şifrə verilmişdir.
Şifrədə ingilis əlifbasının böyük və kiçik hərfləri. İngilis əlifbası 26 simvollu əlifbadır. Böyük hərflər 26, kiçik kodlaşmada bilirsiniz, böyük və kiçik hərflər fərqli götürülür. Onluq say sistemli rəqəmlərlə və ulduz, sual, nida işarəsi, yəni 3 dənə də bu simvollar istifadə edilib. Deməli, gəlin tapaq cəmi neçə simvol eləyir? Deməli, 65 simvol eləyir, düzdür? Və 65 də hər bir belə şifrə kompüter proqramında minimal və tam bayt uzunluğunda yazılır. Hər bir simvolda minimal mümkün bit sayı ilə kodlaşdırılır. Hər bir istifadəçinin qeydiyyatı üçün 2 bayt informasiya ayrılarsa əlavə məlumat. Neçə baytdır? 65. Baxıram ki, 2-nin qüvvətlərinə əsasən 64 ilə 128 arasında yerləşir. Deməli, bu 7 bitli əlifbada yer almışdır. Və burada da 10 simvolu, yəni hər bir simvolu 7 bitlə kodlaşır. Yəni 7 biti də vuracağıq 10-a. Düzdür, çünki 10 simvollu idi də. Burada da 70 olacaq. Tam bayt dediyinə görə 70-i bölürük 8-ə. 70-dən sonra 8-ə bölünən tam ədəd 72-dir. 72 də 8-ə 9 dəfə 9 bayt olacaq. Və burada belə bir məlumat verilib sonda. Hər bir istifadəçinin qeydiyyatı üçün 20 bayt, düzdür? Cəmi 20 baytdır. Bizdə əlavə məlumatı istədiyinə görə 20-dən də 9-u çıxacaq, yəni bu paralon həcmində. Burada olacaq 11, cavab olacaq A bəndi. Sonra 72-ci suala keçid alaq. Deməli, burada 72-ci sualda deməli 54 indeksində x, üzərinə 32 indeksində x, bərabər 86 indeksində x. Deməli, bu sualda biz alt-alta da yazıb tapa bilərik. Amma burada eynilik alınacaq. Yəni, bunun hər tərəfini onluq say sisteminə çevirək. Üzərində axırdan əvvəl 0, 1 yazaq. 5 vurulsun x üstü 1 plus 4 vurulsun x üstü 0. Üzərinə gəlirəm 3 vurulsun x üstü 1 plus 2 vurulsun x üstü 0. Bərabər 8 vurulsun x üstü 1 plus 6 vurulsun x üstü 0. Yəni 5x üzərinə 4, üzərinə 3x, üzərinə 2, bərabər 8x plus 6. Burada da 8x plus 6, bərabərdir 8x plus 6. Bərabərliyin sol və sağ tərəflərində eyni ifadə alındı, yəni eynilik alınarsa, biz burada baxırıq. Baxın, x nəyə bərabər olmayacaq? X fərlidir. Baxın, x 4 ola bilər, xeyr. 3 ola bilər, xeyr, ola bilməz. 2 ola bilməz, çünki ikili hissəsində 2 yoxdur. Yəni, burada 6, 8, yəni 5 ola bilməz. Yəni, ən böyüyünə baxırıq ki, yəni 8-dən yuxarı bütün say sistemlərində ödəyir. Düzdür? Burada da cavabımız E bəndi olacaq 72-də. Sonra 73-cü sualın izahını verirəm. Deməli, qarşılığı onluq say sistemində cüt ədədlər olan variantı seçin. Deməli, biz bilirik ki, belə bir qayda onsuz da dərsdə izah eləmişdim. Cüt əsaslı say sistemində sonu cüt, sona baxırıq. Sonu cütdürsə, deməli cütdür. Tək əsaslı say sistemində rəqəmləri, ədədin rəqəmləri cəmi təkdirsə tək, cütdürsə cüt olacaq. Aydındır? Deməli, gəlin, baxaq. Baxın, burada A bəndinə 5 əsaslıdır. Burada ədədin rəqəmi, bu cüt olur. Burada 7-lik say sistemində 3, o da 1. 4, o da 5, 9. Ona görə bu olmayacaq, avtomatik variant getdi. B bəndində sonu 0-dır, 2-likdədir, olacaq. 122 indeksində 4, yəni 4-lük də sonu cütdür, deməli cüt ədəddir. 135 6-lıq, bu cüt əsaslı say sistemində, amma sonu tək rəqəmlə bitir. Ona görə B bəndi də olmayacaq. C-yə baxaq. 112 4-lükdədir, cütdür. 235 7-lik say sistemində. Baxaq, ədədin rəqəmlərin cəmi 2 üstə 3, 5, o da 5, 10 olacaq. Sonra 187 9-luqdadır, 8, o da deməli 1, 9, 9 da 7, 16. Deməli, bu ədədin rəqəmlərin cəmi cütdürsə, tək əsaslı say sistemində cüt olacaq. Cavabımız olacaq C bəndi 73-cü sualda. Daha sonra 74-cü sual rahatdır. Bir simvol 5 bitlə kodlaşdırılan əlifbada ən azı neçə simvol olacaq? Aha, burada ən azı dediyinə görə ən azı 2 üstü n çıx 1, üzərinə 1 əlavə edilir. Yəni 2 üstü 5 çıx 1 plus 1.
Yəni 5-dən 1 çıxanda 4, 2 üstü 4, 16 o da 1, 17. Cavab olacaq C bəndi. Deməli, sonra 75-ci suala baxırıq. Deməli, 75-ci sualda Unicode standartında hazırlanmış mətn faylının ASCII standartına keçirdikdə simvol sayı necə dəyişər? Ümumiyyətlə, simvol sayı dəyişmir. 76-cı sual 16.000 Hertz tezlikdə səs faylının hər herzi 8 bit informasiya daşıyır. 64 saniyəlik səs faylı yaddaşda nə qədər yer tutur? Biz həcmi tapacağıq. Həcmi də tapmaq üçün bunları bir-birinə hasilini tapırıq. Deməli, vurulsun, üzr istəyirəm, vurulsun 8, vurulsun 64. Burada da deməli böləcəyik kilobayta çevirək, 213-ə bölürük. Burada da cavab olacaq 1000 kilobayt. Deməli, D bəndi. Sonra 77-ci sual. Bu rahatdır. Nəzəri sual. İnformasiya modelinin növü deyil. Və informasiya modeli, cədvəl informasiya modelinin növüdür. Sözlə təsvir, sxemlə, şəkillə, amma maket informasiya modelinin növünə aid deyil. Sonra 78-ci suala baxaq. 25 altılıqdadır. Vurulsun 34 altılıqdadır. Gəlin bunu alt-alta yazın. Deməli, üzr istəyirəm, 25 vurulsun 34 altılıq sayı sistemidir. 5 vurulsun 4, 20. 20-dən deməli 3 6 çıxsaq, yəni 3 dəfə 6 18, 2 qalacaq, yadda da 3 qalacaq. 2 3 yadda. Sonra 4 vur 2 bərabərdir 8. Yadda qalan 3-ü də üzərinə 11. 11-dən də 1 6 çıxıram 5. Yadda da 1 qaldı. Onu da verirəm ön hissəyə, yəni 152. Sonra 3-ü vururam 5-ə elədi 15. 15-dən də 2 6 çıxıram. Burada 3 qalacaq. Yadda da 2 qalacaq. Sonra 3-ü vuracağım 2-yə. 3 dəfə 2 6, o da 2 8. 8-dən də 1 6 çıxıram 2. Yadda da 1 qaldı. İndi bunu toplayıram. 2, 5 o da 3 8. 8-dən də 1 6 çıxıram 2 1. Yadda 2 o da 1 3 4. O da burada da 1 gətirirəm bura. 1422. Yəni 1 4 2 2 cavab olacaq. Deməli, D bəndi. Sonra 79-cu suala baxaq. Rum rəqəmləri ilə yazılmış C, C, X, C plus L, X, V, I. Yəni C'miz 100-dür. D'miz 500-dür. M 1000-dir. Bunları yəni qeyd kimi yazıram. X'imiz 10-dur. V 5-dir. Belə. L 50-dir. Nəsə? Deməli, C, bunu gəlin yazaq. Bərabərdir. C'miz 100. Üzərinə 100-ü gəlirəm. Üzərinə, baxın, burada birinci böyük, kiçiyi gəlib, sonra böyüyü. Ona görə biz burada 100-dən 10-u çıxacaq, 90 qalacaq. Üzərinə gəlsin. L'imiz 50-dir. X'imiz 10-dur. Burada 5 o da 1, 6-dır. Bunları toplayanda, deməli, 100, 100, o da 90, 290. Onu da üzərinə, deməli, burada 50, 10, 6, deməli, 66 eləyəcək. Cavabımız olacaq 356. 356 onluqdadır. Deyil, biz bunu 8-lik say sisteminə çevirməliyik də, düzdür. Deməli, bunu da çevirmək üçün 356 bərabərdir. Burada belə yazaq. 5 vurulsun 8-in kvadratı. Deməli, 300, belə deyək də, 20 eləyir. Üzərinə də, deməli, 36 gəlməliyik də. 4 vurulsun 8, 32 eləyir. Plus 4 vurulsun 8 üstü 0. Cavabımız olacaq 544 8-lik say sistemində. Sonra, deməli, 80-ci sualda skanerin növləri, görüntü skaneri, ştrix kod skaneri, magnetik skaner, digərləri isə printerin növləridir. Deməli, 2, 3, 5 olacaq cavab. Cavab B bəndi. Sonra 81-ci sual. Deməli, 81-ci sualda, deməli, baxın,
A, B, C, D simvollarından 4 simvolu şifrələr hazırlanır. Və burada baxın, C-dən ən son hissəni görürsünüz. Son hissəyə həmişə fikir verir. Ondan sonra nömrələmə aparır. Həm də burada nömrələnmə belə deyək də koddan bir vahid çoxdur. Və bizdən də 115-ci sırada dayanan şifrəni istəyir. C-miz 0-dır, D-miz 1-dir, B-miz 2, A-mız da ki 3-dür. Deməli burada A 3 oldu, B 2, C 0, D də ki 1. Və deməli 115-dən 1-i çıxırıq. Çünki bunlar birdən başlayır nömrələnmə, düzdür? Və kodun özü isə nömrələnmədən, yəni nömrədən bir vahid kiçikdir. 115-dən də 1 çıxanda 114 qalır. Və biz buradan da 110, yəni və burada 0, 1, 2, 3 bu hansı say sistemi rəqəmləridir? 4-lük say sisteminin rəqəmləridir də. Düzdür, ona görə 4-lüyə böləcəyik. 114-ü 4-ə bölürük. 28 dəfə, deməli olacaq 112. Burada 2 qalır. 28-i 4-ə 7 dəfə, burada 0 qalır. 7-ni 4-ə bölürəm, 1 dəfə, burada da 3 qalır. Deməli 1, 3, 0, 2, 1302. Deməli birinci yerdə dayanan D-dir. 3-də 3 nə ilə kodlaşıb? A ilə. 0 C-dir. 2 də deməli B-dir. Deməli D, A, C, B, deməli Y bəndi olacaq cavabımız. Sonra verilmiş qraf nümunəsinə dövrlərin sayını biz bilirik ki, qapalı yola dövrə deyilir. Və biz burada bilirsiniz də, baxın bu xəttlər bizə biraz belə deyək də maneə yaradır. Ona görə biz bu xəttləri daha açaq, yəni daha və burada mən hərflərlə kodlaşdırıram sizə daha aydın izah eləmək üçün. Deməli A, B, deməli gəlin biraz bu tərəfdən çəkək. A, B, sonra C var burada. Baxın A-dan C-yə yol var, düzdür? Sonra A-dan C-ni çəkdik, düzdür? B-dən Y-yə yol var. B-dən Y-yə yol var. D-ni yazaq burada. B-dən Y-yə yol var. Y-dən də C-yə yol var, düzdür? Aha. İndi gəlin burada deməli burada dövrələrin sayı olacaq. B, E, C, B, B, A, D, C, B. Sonra burada A-dan, baxın A-dan B-yə, sonra E-yə, C-yə, D-yə, A-ya. Sonra burada olacaq, deməli A-dan başlayır. A, B, C, A. Deməli A, B, C, A olacaq. Sonra A, E, C, D, A, B, E, C, A, B. Deməli burada 6 dənə dövr olacaq, cavab D-bəndi. Sonra informasiya proseslərini seçin. İnformasiya prosesləri bilirsiniz də, informasiyanın toplanması, saxlanması, emal ötürülməsidir. Cavab 2, emal, toplanma. Baxın, obyektivlik xassədir, diskretli alqoritm xassəsidir, video növüdür, etibarlı xassədir, analog informasiya formasıdır, səsli informasiya növüdür. Cavab olacaq 2 ilə 4, 83-də. Sonra deməli 84-cü suala baxaq. Deyir ki 16 alt qovluq. Deməli qovluqda 16 alt qovluq. Hər qovluqda 32 qrafik təsvir var. Deməli burada 32 qrafik təsvir var. Təsvirlər 512 vurulsun 512 vurulsun 256 ölçüdə və simik, yəni ki 32 bit rəng dərinliyinə malikdir. Bunu megabaytla istəyir. Bitdən də deməli burada bilirsiniz də rəng dərinliyi bitlə ifadə olunur deyənə. Bitdən də megabayta və megabaytla istəyir. Megabayta keçmək üçün 223-ə bölmüş olacaq. Burada da cavab olacaq 256 megabayt. Deməli burada 256-dır. Vermiş qraf nümunəsinə A təpəsindən H təpəsinə, bu A-dan H-a gedən müxtəlif olan sayını istəyir. A-dan, A-nın çıxışlarına 1 yazıram.
B-yə daxil olan bir yoldur, çıxışlarına 1 yazmış olacam. C-yə daxil olan bir yol var, çıxışlarına 1-ləri qeyd edirəm. D-yə daxil olanlar 1 o da 1 o da 1 3 çıxışlarına 3 yazmış olacam. E-yə daxil olan 3 o da 1 4-dür. Çıxışlarına 4 yazmış olacam. F-ə daxil olan 1-dir. Çıxışlarına 1 yazıram. G-yə daxil olan, baxın 4 o da 3 7, 7 o da 1 8, 8 o da 1 9 olacaq. Cəmi 1 o da 9 o da 4. Deməli burada olacaq, deməli 14 yolu olmuş olacaq. Bərabərlik 14. Burada cavab oldu 14. Sonra keçid alaq 86-cı sualda. 86-cı sualda 15 təpə var, düzdür? 20 til var. Və qrafın yönləndirilməmiş. Baxın, yönləndirilməmiş. Yönləndirilməmiş qrafdan bilirsiniz də, A-dan B-yə yol var, məsələn deyirəm. B-dən də A-ya yol var, düzdür? Bir til birləşdirir. Amma A-dan B-yə, B-dən də A-ya yol var olduğuna görə burada 2 dənə 1 yaranır. Aydındır. Bir til 2 1 yarattığına görə 20 tildə 20-ni də 2-yə vuracaq. 41 olacaq. 150 təpə varsa biz bilirik ki, təpənin kvadratı qədər, yəni 15-in kvadratı qədər bizdə 0 və 1 var da, düzdür? Biz bunu qayda olaraq dərsdə demişik. Deməli 225-dən də 40-ı çıxsam olacaq deməli 185, düzdür? 185-dən 0 olacaq. Sıfırların sayını tapdıq və bizdən deyir, birlərin sayı ilə sıfırların sayının fərqi. Fərqini müəyyən edin deyir. Buradan da bilirsiniz də 185-dən də çıxacam 40-ı, cavab olacaq 145. Deməli 145. Sonra 87-ci suala baxırıq. Deməli 87-ci sualda baxın, gəlin yazaq. 8192 kilobitdir, düzdür? Mən bunu çevirirəm megabayta. Megabayta çevirmək üçün də 2/13-ə böləcəm də. 2/13-ə böləcəm. Bu da olacaq 1 megabayt. 1-də E. Sonra 2-də 2/23 kilobitdir, düzdür? Kilobitdən də çevirəcəm. 2/23-ə böləcəm, yəni gigabitə çevirəcəm. Bu da olacaq 1 gigabit. A. Sonra 2/23 indi biti bir dənə də çevirək. Deməli çevirək gigabitə. Gigabayta çevirdim, indi gigabitə çevirirəm. 2/20-yə bölmüş olacam da. Burada da olacaq 8 gigabit. Deməli C, 1 AC. 3-də də olacaq 1/8 gigabayt. Deməli, neçə megabaytdır? Deməli, 8-də 1 vurulsun 2/10, vurulsun 2/3. Bərabərdir 1024 megabit. Deməli, burada da olacaq D bəndi. Sonra deməli, bu 87-ci sualın izahı idi. 88-ci sualın izahı. 8-ci say sistemində rəqəmləri fərqli, ən böyük rəqəmli ədədlə. Deməli, burada yazırıq, rəqəmləri fərqli dediyinə görə, 8-likdə ən böyük rəqəm 7-dir, amma fərqli dediyinə görə 76 götürəcəyik 8-likdə. Deməli, 6-lıq say sistemində rəqəmləri eyni, ən kiçik 3 rəqəmli ədəddə rəqəmləri eyni 111-dir də 6-lıqda, düzdür? Deyək ki, bunu 7-lik say sistemdə yazın. Bunu hər tərəfinə 10-luğa keçirək. Deməli, 7 vurulsun 8/1, plus 6 vurulsun 8/0, plus 1 vurulsun 6-nın kvadratı, 1 vurulsun 6/1, plus 1 vurulsun 6/0. O da bərabərdir. 7-ni 8-ə vuracam 56, plus 6, 36, burada da 6, burada da 1 var. Bu da cəmi bizdə eləyəcək 105 onluq say sistemində. Və onluqdan da istənilən say sisteminə keçmək üçün qüvvət üsulundan istifadə edəcəyik. Və yaxud da ki, adi bölmə ilə yazaq 105-i bölək 7-yə. Deməli, bu 15 dəfə. Deməli, 15 dəfə 105, burada qalacaq 0.
15 7-dən böyüdür. 7-yə bir dəfə də bölürəm 2 dəfə. 14. Burada da 1 qalacaq. Deməli cavab olacaq 210. Sonra 89-cu suala baxırıq. Deməli burada simik standartında, simikdə 32 bitdir də, bilirsiniz 32 bitdir. Hazırlanmış Mini24 vurulsun 2048 ölçülü təsvirlə eyni həcmə malik mətn faylı Unicode standartında hazırlanmışdır. Aha, deməli biz burada birinci bunun həcmini tapaq. Bunun həcmi olacaq. Deməli biz burada nəyə çevirək? Elə bayta çevirək, çünki burada mətn informasiyası var Unicode-da. Gəlin bayta çevirək, 2 üstü 3-ə bölək. Cavab olacaq 2 üstü. Deməli burada 32 2 üstü 5-dir. Mini24 2 üstü 10-dur. Bu da 2 üstü 11 bölünsün 2 üstü 3. Bu da 2 üstü 26 bölünsün 2 üstü 3. O da 2 üstü 23 bayt eləyəcək. Deməli bu həcmdir, düzdür. Deyir ki, eyni həcmə, deməli eyni həcmə malik olan Unicode standartında kodlaşdırılmış. Yəni 2 üstü 23 həcmimiz bərabərdir. Unicode-da 2 baytdır bir simvolun tutumu. Və faylın hər səhifəsində 32 sətir var. Hər sətrində 64 simvol var. Fayldakı sətir sayını istəyir. Buradan səhifə sayını tapaq. Və deməli x bərabərdir 2 üstü 23 bölünsün. Burada da 2 üstü 1, 32 2 üstü 5-dir, 64 da 2 üstü 6-dır. Deməli 2 üstü 12-yə bölmüş olacağım. Buradan da əsaslar eynidir. Üstlər çıxılır. Qalacaq 2 üstü 11. O da 2048 səhifə var. Düzdür. Sətir sayını tapmaq üçün də baxın. 32 sətir var. Bir səhifədə 32 sətirdirsə, 2048-də də 32-yə vuracaq. O da bərabərdir. 2 üstü 16 eləyəcək. O da 65536 sətir etmiş olacaq. 90-cı suala baxaq. Deməli, 90-cı sual yönləndirilməmiş qrafın qonşuluq matrisi aşağıdakı kimi verilmişdir. A və E təpə nöqtələri arasındakı məsafəni müəyyən edin. Deməli bizə A ilə E təpəsi lazım olacaq. Və matrisdəki təpə nöqtələri ilə qrafın təpə nöqtələrinin sıralaması eyni deyil. Baxın, biz əvvəlcə baxaq. Məsələn, A-nın neçə qonşusu var? 2. Mötərizədə 2 yazıram. Düzdür. B-nin neçə qonşusu var? 3 dənədir. 1, 2, 3. Düzdür. Mötərizədə 3 yazıram. Deməli, C-nin qonşusu 1 dənədir. E-nin qonşusu 2 dənədir. F-in qonşusu 2. G-nin də qonşusu 2-dir. D-nin qonşusu 4. Burada 4 dənəli qonşusu olan bir dənə D-dir. Baxıram. 1, 2, 3, 4. Deməli, burada D 4-ə uyğundur. D-ni tapdıq 4-dür. Düzdür. Və D-nin də qonşuları, baxın, D-nin qonşuları E-dir, F-dir, G-dir, 3-dür, düzdür. D-nin qonşuları əslində, baxın, 2, 2, 2, 3. Yəni, bu o deməkdir ki, bu Y, G, F, bir də B-dir, düzdür. Hansı 2 dənəli qonşudur ki, o D-yə, yəni birləşmir, D-nin qonşusu deyil. Hansı ikili olandır? A-dır. Deməli, D-yə birləşmiş olmayan, ikili olan A-dır, düzdür. Burada da baxıram, bax burada. 2 dənəlidir, amma D ilə əlaqəsi yoxdur da. D ilə əlaqəsi olanlar hansılardır? D ilə əlaqəsi olan 2-dir, sonra 5-dir, 6-dır, bir də 7-dir, düzdür. Bunlardan biri 3 dənəli olmalıdır. Məsəl üçün, burada baxın, 3 dənəli olan 2-dir də, düzdür. O da B-yə bərabərdir, çünki başqa üçlü qonşusu olan yoxdur. Və mən buradan görürəm ki, baxın, bu 5, 6, 7 ikili qonşular olanda da ya Y-dir, ya F-dir, ya da G-dir də, düzdür. Deməli, burada daha doğrusu bir dənəli olan C-ni tapaq. Bax, C-miz 1-dir də, düzdür. C-miz 1-dir, bunu tapdıq. Deməli, buradan alıram ki, 3 A-dır. 3-ümüz A-dır. Bax, buradan tapdım, 3-ümüz A-dır. Sonra baxıram, A ilə birləşən B-dir, düzdür. B-ni tapmışam. Bir dənə də var, ikili olan E-dir də. O da nədir? 5-imizdə Y-dir. Heç qalanını tapmağa ehtiyac yoxdur. A və Y təpələri nöqtələri arasındakı məsafə 17 olmuş olacaq. Deməli, belə.
Deməli, bu sınağın izahı ilə bağlı nəsə qaranlıq məqam qalsa, sual verə bilərsiniz. Rəy bölməsinə fikirlərinizi yaza bilərsiniz, sualınızı yaza bilərsiniz. Ola bilsin ki, nəsə hardasa bir texniki səhv eləyim. Yəni insanıq, məktəbdən gəlmişəm, birbaşa oturub dərs videosu çəkirəm. Yəni sınaq izahını çəkirəm. Ola bilər. Rəy bölməsinə yazarsınız, dəyərləndirəcəm. Və abituriyent və dövlət qulluğu hazırlığı ilə bağlı nəsə sualınız olsa, ətraflı məlumat əldə etmək istəsəz 050 515 73 66 nömrəsinə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.